Dəniz qızı Ariel nağılı. Dənizin dərinliklərində, çoxdan dərin mavi dənizlərdə gözəl bir su pərisi və ailəsi yaşayırdı. Bu su pərisinin adı Ariel idi. Arielin 6 bacısı var idi və anası gənc öldüyü üçün onlar nənə və atası tərəfindən böyüdürdülər. 6 bacının hamısı nənələrinin dəniz üzərində həyat haqqında maraqlı hekayələri ilə böyüdülər və həmişə yer üzünə çox maraq göstərdilər. Ən maraqlısı isə Ariel idi. Arielin hamının sevdiyi başqa bir xüsusiyyəti də var idi. Səsi o qədər gözəl idi ki, sualtı konsertlər verir, səsi ilə hamını valeh edirdi. Arielin atası dəniz kralı idi və çox varlı idi. Bundan əlavə o, insanların çox təhlükəli olduğuna inandığı üçün qızlarının 20 yaşına qədər səhdə qayıtmasını qadağan etmişdi. Bir gün Arielin bacılarından birinin 20 yaşı tamam oldu və səhdə çıxdı. Geri qayıdanda o qədər gözəl hekayələr danışdı ki, Ariel çöldəki dünya ilə daha da maraqlandı. Su pərisi daha gözləmək istəmirdi. Dənizin altında çoxlu dostu olan Ariel balıq dostlarını yanına çağırıb və onların köməyi ilə sualtı keçiddən keçərək suyun səthine qalxıb. Həmin vaxt fırtına olub və o gənc oğlanın gəmidən düşdüyünü görüb. O dərhal gedib onu xilas etdi və qayaların üstünə qoydu. Bu gənc əslində çox yaraşıqlı bir şəhzadə idi. O da Arieli qeyri-müəyyən gördü. Şəhzadənin əsiri olan Ariel müqavimət göstərə bilməyib və gözəl səsi ilə ona mahnı oxuyub. İstəməməsinə baxmayaraq onu qayalara qoyub qaçmağa məcbur oldu. Şəhzadənin sarayı dəniz kənarında idi. Arieldən məftun olub onu tapmaq ümidi ilə hər gün sahilə qayıdırdı şəhzadə. Keçid haqqında öyrənən Ariel hər gün gizli şəkildə şəhzadəni izlədi. Nəhayət, müqavimət göstərə bilməyib su cadugərinin yanına getdi və ondan kömək istədi. Su cadugəri kömək edəcəyini söylədi, amma qarşılığında səsini istədi. Ariel dərhal razılaşdı və özünü dəniz sahilində hələ də insan kimi görürdü. O nə isə unutmuşdu. Yavaş-yavaş danışa bilmirdi. Cadugərin şərti bu idi ki, şəhzadə 3 gün ərzində ona aşiq olsun, yoxsa tilsimi boşa çıxacaq. Şəhzadə onun qarşısına çıxdı, ancaq onu tanımadı. Ariel gözəl və cazibədar görünsə də, şəhzadə onu gözəl səsinə görə tanıyırdı. Onun yaş, səssiz vəziyyətinə yazığı gələrək onu saraya apardı.